Məsələn, Kənd Təsərrüfatı Nazirliyindən bir məmurun adını yazırlar burada ki, Düsseldorfda 28 dənə ev alıb. İndi adam da deyir ki, mən faktları təqdim edə bilərəm. İndi biz burada korrupsiya araşdırmacısı deyilik ya da adamı şəxsi keyfiyyətlərini necədir, əvvəl alıb, sonra alıb bunu araşdırmaq fikrində deyilik. Amma millətin gözü tərəzidə xeyr, kəs hər şeyi bilir, görür. Yəni günün birində bu millətin boğazından kəsilənlər gəlir hökumətin elə özünün əli ilə. Gəlir, çıxır. Yəni prokurorluq orqanları, dövlət təhlükəsizliyi xidməti az olub. Yəni bu onu demək istəyir, biz bunları ona görə danışırıq ki, bu hökumətin içərisində bax bu vətəndaşı narazı salan güclərlə mübarizə aparmaq istəyən tərəf də var. Onların əlini gücləndirmək lazımdır. Onlar həqiqətən vətəndaşın səsinin bütün hökumətdə eşidilməsi üçün şərait yaratmalıdırlar. Yəni bilirsiniz, bu problemlər yığıla. Hamı deyir ki, bu ölkə idarə olunmur. Nə olsun ki, prezidentin bu cür beynəlxalq uğurlar var. Bu bilirsiniz necə dəhşətli bir proses. Siz düşünün ki, İlham Əliyev, cənab prezident bu cür, yəni mən dünən baxıram onun müzakirələrinə, çıxışlarına, Rusiya mediası 7 gözlə belə izləyirlər ki, hər tərəfdən 7 baş. Bu belə dedi, prezident İlham Əliyev Zelenski ilə görüşəndə belə dedi, belə eləyib, işğalla barışmayın. Rusiya məsələsində, torpaq məsələsində mütləq öz mövqelərimizi qoruyun. Dövlət başçısı məcburdur bu ölkənin bugün beynəlxalq nüfuzunu yüksəltsin. Ölkəni də etibar eləyib komandasından bəzi şəxslərə ki, onlar da ölkənin içərisində maraqlanırlar. Biz də deyirik ki, yarıtmırlar. Bax, Kənd Təsərrüfatı Nazirliyini ən çox torpaqla bağlı bir qurumdur da, düzdür. Biz hər dəfə Kənd Təsərrüfatı Nazirliyi neçə il işləmişsiniz Hafiz müəllim orada. Məncə görmüşük ki, bax uşaqlıqdan kənd təsərrüfatı haqqında bilgisi olan, elə kənd uşaqları, loru dillənsə, kənd uşaqları gəliblər, bu sektoru yüksəldiblər. Çünki o bilir ki, torpaq nədir, burada hansı qurtu yaşayır, qışı nədir, yayı nədir, bu torpağı necə əkərlər, necə biçərlər, bu heyvanı necə sulayarlar, necə yemləyərlər, nə harada kəsərlər, nə tər satarlar. Qalstuklu, belə mədəni cavan, belə qəşəng oğlanlardır, yığıblar hamısını ora. Onlar heç soruşsa Allah qollar inə ilə dananın fərqini bilmirlər. Aydan, siz məndən çox yaş yaşdınız. Biri gedir rayona, güya ki, qəbula gedir. Kənd Təsərrüfatı, adını demirəm, mən prosto istəmirəm adlar çəkəm. Gedir rayona, çox üzr istəyirəm tamaşaçılardan da. Bu keçi ilə qoyunu tanımır. Toyuqla xoruzu tanımır. Orada buna gülürlər, onu çəkib mənə göndəriblər, mən istəmirəm göstərəm. Hamısı elədir. Orada bir dənə mütəxəssis yoxdur. Müavinlərin hamısı biri neft akademiyasını qutarıbdır. Biri hüquqşünasdır, biri başqa sahənin mütəxəssisidir. Biz nə istəyirlər, diplomu da yoxdur. Nəsə Dağıstanda saxta gedib hərəsi bir yerdən bir diplom alıbdır. İndi gəlir, bu adam tanımır da, biz nə deyirik, biz nə orada gözümüz var, orada işləyəsi deyirik. Mən nazir də olmuşam, işlədiyim müddətdə rəqəmlərimiz də bəllidir. 55 ton qara kürü verdik. Amerikada ilk dəfə Azərbaycanın bayrağını mən qaldırdım. Nə qədər valyuta gətirdiniz ölkəyə? Nə qədər neçə milyonlarla valyuta gətirdim. Bizim hörmətli büyük akademimiz Hafiz Paşayev də orada iştirak edirdi. Biz Amerikada, Washingtonda bu işləri görəndə. Biz bu işləri görmüşük. Bizim düyün niyə ürəyimiz yana-yana danışırıq? Sizlə mən millətin bugün bir nömrəli yaralı yer oradır. Bir nömrə. Niyə? Bugün axşam getdim evdə bir dənə çörək olmasa, ət olmasa, kartoşka olmasa, soğan olmasa nə eləyəsən ki? Biz suda eybi yoxdur, o qədər də tərkib yaxşıdır. Bir tər başımız girələyik, buna da böyük problemlər var. Amma bunu öhdəsindən gələ bilməyənlər, kiminsə xatirinə bunu oraya qoymaq, vallahi yersizdir. Biz Sovetlər dönəmində o sahəyə gələnə qədər neçə dənə siz demişkən, pillələrdə gərək solaydın, çoban olaydın, nə bilim, ferma müdürü olardın, gəlib bu səhələr keçərdin, gələrdin nazir vəzifəsinə, nazir. 14 il mən kənd təsərrüfatı sayəsində ən böyük idarələrin və kollegiyanın üzvü olmuşam, ən böyük idarələrin. Bütün hamı bilir ki, mən Respublikan Birən Köçürmə Mərkəzinin direktorundan tutmuş, nə bilim, Agroprom yarandı. 9 dənə nazirlik birləşdirdi. Mən orada ən böyük idarənin rəisi oldum. Yəni bu sahəni bildiyimə görə, özü də kənd təsərrüfat elmləri namı, biologiya elmləri namı edirəm. Leninqradda gedib qutarmışam. Da bizimkilər kimi bəzi deputatlarımız kimi gedib attestasiya komissiyasına $5000 manat verib. San Marino'da oxumamışsınız. Bəli, oxumamışıq. Yəni biz bunlar, mən ya da o Berdi Məhəmmədova saxta medal verən İrşad Universitetində bir dənə deputat var idi, o professor adalmış. Dedim, valla da sən professor adalarından sonra da mən bu sahədə meyilli, gedib o alimlik adı da ləğv elətdirəcəm. İndi biz nəyi deyirik? Axı bu sahəni bacarmayanlar,
Sən Ayın xanım, şavirlərinə 17 min, 18 min manat konvertdə pul verirlər. Qırış, siz nə qarısınız? Sən niyə gedib Kosta Rikadan gətirdiyin dərmanla bütün Azərbaycanın xalqının malını, dövlətini, hamısını qırırsan? Yaxşı, biz səhv demirik ki, bütün internet telekanalları babsası yayılırlar. Bu malların da şəklini çəkib göndərirlər bizə. Yaxşı, bir baxırsınızmı ki, nədir, vəziyyət nə yerdədir? Sonra o günləri Ağzəbəddən zəng edib ağlayır ki, 4 baş malım var idi. 4'ünə də dərman şeylədilər, gəldi 4'ü də hamısı ölür, yerdən qaldıra bilmirik. Bax, burada şəkillərinə qədər hamısını... Gətiriblərsin. Bəli, bu cür biabırçılıq olmaz axı. Bir bu sahə deyil, Ayın xanım, bütün sahələr belədir. Yəni, son vaxtlar açıq mən sizə deyim, bu rayon icra hakimiyyətlərində böyük bir canlanma yaranıbdır. Açıq deyim, rayonlarda, kəndlərdə cəmaatın qəbul edilməsini, axı onlardan da çox şey asılı deyil. Əsas mərkəzləşdiriblər axı. Məsələn, bugün rayon icra hakimiyyətinin heç bir səlahiyyəti yoxdur ki, rayonda bir dənə, belə deyək ki, nə deyirlər, baytar həkimi çıxarsın, yenə qoysun. Yoxdur, o səlahiyyət yoxdur. Hamısı cəmləşib burada da ki, o at oynadırlar. O tər binada otururlar, heç olmasa ona hörmət edin. Yəni, bugünkü vəziyyət, Ayın xanım, bizim bu söhbətləri deməkdə məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqının bu qədər narazı salmaq, bu qədər bu xalqı incitmək, yaxşı, biz müxalifət zat deyilik ki, biz bu prezidentə həmişə canımızı qurban vermişik, qurban da verməyə hazırıq. Amma bunun ətrafında demirəm hamısı, hakimiyyətin müəyyən qolları bugün gedib Rusiya ilə birləşib Azərbaycan prezidentinə xəyanət edirsə, bunu Hafız Hacıyev dözə bilməz. Mən bunu qəbul edə bilmərəm. Bu məsələlərdə biz gərək ardıcıl şəkildə dövlət başçısının bu qədər gecə-gündüz çalışdığı məsələlərdə biz də ona daxildə köməkçi olaq. Nə qədər yalan danışaq, nə yalan danışmalıyıq. Axı biz görürük ki... Yəni, malakeş olmaqdan bu siyasətçilər də bezib, jurnalistlər də. Valla biz bilsən nətərdir, qalmışıq belə ki, suyun arasındayıq. Bilsən, Azərbaycan təzəndən biz şəxsiyyət deyirik ki, bizim həyatımız bu siyasətin içində böyümüş. 18-22-24 yaşından biz siyasətdə, iqtisadiyyatda, nə bilim, başqa sahələrdə böyüyə gəlib çıxmış adamlar. Dünənki də Harvard Universitetində bir dənə saxta sertifikat alıb gəlib buradan nazir oturmamış. Əksəriyyət elədir. Hamısının biri anasının xətrinə vəzifədədir, biri bacısının xətrinə vəzifədədir, birinin babası keçmişdə birinci katib olub, onun xətrinə vəzifədədir, biri katibəsinin padruqasının bu cür ad çəkərəm, ipsa çıxardaram, prosto mənə yaraşmır. Ondan sonra deyirlər Hafız Hacıyev... Yaxşı, birinin də atası deyəsən, ailə üzvlərindən biri Sadvalçı olub, bax. Hamısı Sadvalçıdır. Onu yaxşı gətirib qoyublar orada. Sadvalçı da var, FETÖ-çü da var burada. Əksəriyyəti FETÖ-çü var. Bunlar nə qarırlar da? Mən sizə açıq deyim. Düzdür. Əlbəttə ki, məndən yenə inciyəcəklər. Yəni 3-4 ay televiziya çıxmağıma yəni qadağa olunacaq deyib, yox da danışaq. Burada söhbət nədən gedir Ayın xanım? Bunlar məsələn gedirlər. Bunların xüsusi tapşırıqları var. Neçə milyon istəyirlər? 2 milyon. 3 milyon ver, o vəzifədə oturmalısan. Vəzifə olmasa onu incitmək olmur axı xalq. Özünkülər yerləşdirirlər. Özünkülər yerləşdirirlər axı. Və məsələn indi idarə rəisləri var, nazirlərin, bəzi idarələrin rəisləri var. Bizim telefonlarımızı da götürmürlər. Sahibkarlar bizim yanımıza gəlir, biz istəyirik ki, zəng edək də ki, vəziyyət belədir. Özün də bir neçə ay bundan qabaq neçə dənə villalara zad çıxmışdı. Mən o bizim çox hörmətli bir nazirin yanında işləyirdim də özün əlaqə saxlayıb hər şeyi deyəcəm özünə. Bu cür biabırçılıq olmaz, bu qədər qudurğanlıq olmaz axı. Siz kimə işləyirsiniz? Siz prezidentə niyə bu qədər xəyanət edirsiniz?